O dağlar Gelenay bezeme Lel zeliney Of lel zeliney Her dalan may hardalan May hardalan May hardalan Bahar dalan Soldu gitti Belen av çiçekler Neydi Teze terli Ay teze terli Herden almaz elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi O dağları bəzəməyə Ləli zəri hardan alım soldu getdi çiçəklərin təzə təri hardan alım Olmuşuq lal Olmuşuq çar Susuf nəğmə kiriyib tar O bəstəkar o nəğməkar xan tərtər Hörmətli tamaşaçılar, Həsəd və Ümid verilişinin növbəti buraxılışı ilə yenidən qarşınızdayıq. Bugün Vətən müharibəsinin iştirakçısı döyüş meydanında göstərdiyi igidliklə seçilən, ağır yaralanmasına baxmayaraq iradəsi və vətən sevgisi ilə örnek olan qazimizi qonaq etmişik. Bugün dəyərli qazimizin evindəyik. Onu öz evində ziyarət eləmişik. Qonağımız 15 sentyabr 2000-ci ildə anadan olmuş, əslən Vedibasar mahalının Xalisə kənd sakini olmuş Qurbanov Əbilfət Tanıverdoğludur. O 10 oktyabr 2020-ci ildə vətən müharibəsinə qatılmış, şərəfli döyüş yolu keçmiş, 2 noyabr tarixində Laçın istiqamətində gedən döyüşlər zamanı hər iki ayağından yaralanmışdır. Qəhrəmanlığının və xidmətlərinin qiymətləndirilməsi olaraq Prezident tərəfindən vətən müharibəsi iştirakçısı, Qubadlının azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Laçının azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif olunmuşdur. Dəyərli qazimiz Əbilfət bəy, Həsəd və Ümid verilişinə xoş gəlmişsiniz. Necəsiniz? Sağ olun, yaxşıyam. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Əbilfət bəy, icazənizlə mən istəyirəm ki, suallara başlayam. Çünki sizin səhhətinizi mən verilişdən əvvəl danışdıq. Səhhətinizdə narahatlıq var. İrəliyə doğru sizin müalicələriniz olmalıdır. Və buradan da mən dövlət qurumlarına təşəkkür edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında sənə yüksək səviyyədə qayğı göstərilibdir. Sadəcə olaraq son dövrlərdə bəzi narahatçılıqlar var. Mən də inanıram ki, buradan bizim kanalımız vasitəsilə o narahatçılıqlarınız da aradan qaldırılacaqdır. Güclü ölkəmiz var, güclü ölkənin güclü ordusu və o cümləndə sizin kimi qazilərimiz olduğu müddətcə bizim, elə demək mümkünsə, kürəyimiz yerə gəlməz. Allah buradan da bir daha verilişimiz vasitəsilə Cənab Allah bütün şəhidlərimizə rəhmət eləsin, şəhidlərimizin ailələrinə baş sağlığı bir daha diləyirəm Uca Allahdan və sizin kimi dəyərli qazilərimizə can sağlığı arz edirəm. Əbilfət bəy, əvvəlcə istəyirəm ki, izləyicilərimiz sizi yaxından tanısın, özünüzü təqdim edin, ailəniz, uşaqlıq və gənclik ailə üzvləriniz haqqında və əslən verilənsiniz, atanız Xalisə kəndində dünyaya gəlibdir. Zəhmət olmasa səni tanıyaq. Buyur. Mən 2000-ci il 15 sentyabr anadan olmuşam Bakı şəhərində. Vəziyyətdən böyümüşəm.
atam anam əziyyətlə işləyərək məni böyüdüb. Yəni çox belə maddiyatı kasıbsına dünyaya gəlmişəm. Özüm əziyyətlər çəkərək, yəni dediyimi bu kafelərdə, restoranda işləyərək özüm böyümüşəm də. Belə 2019-da iyulun 11 əsgəriyə getmişəm. 2020-ci ildə oktyabrın 10-u döyüşlərə qatılmışam, Vətən müharibəsi döyüşlərinə girmişəm. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçında kimi getmişəm. Noyabrın 2-si ağır şəkildə yaralanmışam. Yəni cənab prezident sağ olsun, dövlətimiz bizə yaxşı baxır. Allah kömək olsun. Cənab prezident sayəsində yaşayırıq. Mənə dövlət tərəfindən ev verilib, maşın verilib. Yəni pensiya alırdım, amma yəni kəsmirlə, yəni vaxtı bitib, yəni vaxtı bitib. İnşallah dövlətimiz onu da yoluna qoyacaq. Yəni mən Suraxanı rayonunun Qaraçılıq qəzəbi ən ağır qazilərindən biriyəm. 2 ayağımdan yaralanmışam. Belimdə mənim elə bir bədənimdə, bir dəqiqə sol ayağımda tok işləyir. Tok sistemi var. Belimdə patelka var. Videoları göstərərəm bizə. Belimdə bir dəqiqə aparatım oradadır. Belimdə onurğamdan belə kabellərinə yığılıblar içəridə tok işləyir. Yəni ayağım, sol ayağımda mil var. Sol ayağım işləmir, iflitsdir, mildir. Belədir yəni. Allah şəfanı versin. Allah bütün qazilərimizin şəfasını versin. Əlfət bəy, ailədə neçə uşaqsınız? Bir dənə qardaşım var, məndən 2 yaş balacadır. 2 yaş balacasınız. O nə işlə məşğuldur? O bərbərdir. O bərbərdir. Hə. Siz dediniz ki, Qaraçıqda böyümüsünüz. Zəhmət olmasa sizi orta məktəbdə tanıyaq. Hansı məktəbdə oxudunuz? Sinif yoldaşlarınız haqqında, məktəbiniz haqqında və sizinlə bərabər hərbi xidmətə sizin məktəbdən kimlər getdi? Sizi orta məktəbdə tanıyaq. Mən Qaraçıqda yerləşən 104 saylı məktəbi qurtarmışam. Oranı bitirmişəm. Belə indi sinif yoldaşlarımla aram yoxdur, danışmıram. İndi hamımız o vaxtı belə çətinlik oldu, hamımız belə aralaşdıq, mən əsgəriyə getdim. Mən özüm Dəmir yolu liseyini qurtarmışam, metropolitəni qurtarmışam. Oranı bitirdim, sonra baş qatışdı da, yəni getdim, əsgəriyə getdim, oradan sonra müharibə, sonra yaralanmaq, millər, dəmirlər, biraz başım yəni çox qarışıq oldu, yəni ona görə belə heç bütün gün evdə oluram. Dostlarım var, sağ olsun, gəlirlər, qazilərimiz var. Gəlirlər, götürürlər, öz maşınlarını aparır. Öz maşınımı sürə bilmirəm. Niyə? Çünki məndə mexanikadır, mənim sol ayağım iflitsdə işləmir. Mufta basmalısan, sürməlisən, mənim də sol ayağım işləmədiyinə görə. Siz maşın veriləndə dövlət qurumlarına onu dedinizmi ki, məsələn, siz dövlətimiz sağ olsun, maşınla təmin edibdir, amma mən bundan istifadə edə bilirəm. Bunu dedinizmi siz? Yox, deməmişim. Yəni inanıram ki, onu desəniz, onu da nəzərə alırlar. Çünki o maşından əgər siz istifadə edə bilmirsinizsə, onu sizə məcburi bir dənə şofer lazım olacaq, sürücü lazım olacaqdır. O da alınası bir şey deyil. Əlfət bəy, əsgərliyə nə vaxt getdiniz? 2019-da iyul O çağırış haqqında danışın. O çağırışa necə getdiniz? O anı necə xatırlayırsınız? Vətən oğlu kimi, əslən Qərbi Azərbaycanlı kimi. Mən verilişdən əvvəl sizinlə danışdım. Atamın torpaqları Qərbi Azərbaycan ermənilər tərəfindən işğal altındadır. Atam mənə hər zaman vətənimdən, Qərbi Azərbaycan vedibasarından danışar dedin. İçimdə o sevgi ilə mən getdim əsgərə dediniz. Biraz bundan danışın zəhmət olmasa. Bəli, mənə əsgərə çağırış gəldi. Ensali hərbisə deyək də, Gəncədə Ensali hərbisə. Gəncədə. Bəli, Ensali hərbisə getdim. Həvəslə də bir kişinin, bir oğlanın necə deyək, bir kişinin hərbi xidmətə insan böyüyür. Uşaqda insan böyüdükcə istəyir ki, getsin hərbi xidmətə, vətənə, dövlətə qulluq eləsin. Bizim gözəl prezidentimiz var, Mehriban xanım var, sağ olsun. İstəyir ki, gedək xidmət eləyək, getdi, elədi, yenə də vətən sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlara can sağlığı. Verilişdən əvvəl bir qəşəng bir söz dediniz. Dediniz ki, Ceyhun müəllim, mən uşaq olanda 1-ci Qarabağ müharibəsində və ondan sonraki illərdə torpağımızın azadlığı uğrunda mən şəhidlərimizin adını eşidəndə orta məktəbdə, qazilərimizin adını eşidəndə mən yəni özümü çox pis eləyirdim. Mən deyirdim ki,
vətənə mən də xidmət eləyəcəm. Və özünüz dediniz ki, dualarım yerini tapdı. Mən demişdiniz ki, mən 11 sinifdə oxuyanda dedim ki, yeri gəlsə mən vətənim üçün qazi və şəhid olaram. Ceyhun müəllim, duam yerinə keçdi. Mən çox duyğulandım. Bunu bir təkrar deyərdiniz də, necə oldu? O hissləri mən izləyicilərimizlə paylaşa bilərdim. Mən istəyirdim də hərbi xidmətə gedim, döyüşlərdə iştirak edeyim. Mən istəyirdim Azərbaycan xalqına, millətinə yəni döyüşmək istəyirdim. Yəni Allah bu Azərbaycana müharibə yaşatmasın, yəni lazım deyil, yəni istəmir. Kim analar, bacılar göz yaşlı qalmasın, istəmir, heç kim istəmir. Yəni azad olsun da həyat, sülh olsun. Sağ olsun cənab prezident sülhlə yoluna qoydu. Yəni də mən istəmişəm, arzuma da layiq oldum, getdim, döyüşdüm. Mən peşman deyiləm. Orta məktəbdə oxuyanda yine eşidirdik də qazilərimiz var, şəhidlərimiz var. Yəni burada bizim məhəllədə gəlmişdi. O vaxt mən 11-ci sinifdə oxuyordum. Yaşım çox az idi. Yəni mən də istəyirdim ki, adam fəxr duyur da, baxmır. Bəli. Döyüşlərdə iştirak etmək, yəni qisas almaq, Xocalının qisası, Qarabağın qisasını almaq. Yəni hər adama qismət olmur. Yəni biz qismət oldu, döyüşdük. Yəni adama fəxr duyur da, yəni döyüşmək üçün zat. Yəni mən də arzuma layiq oldum, mən də getdim döyüşdüm, amma şəhid olmasaq da qazi olduq, yenə də vətən sağ olsun, yenə döyüş olsun, yenə də getməyə hazırıq, yenə də vətən sağ olsun. Bəli, və vətən sağ olsun, vətən sağ olsun, ölkəmizin başı sağ olsun, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əlfət bəy, həyat yolunuzla bağlı bu, hərbi xidmətlə bağlı sual vermədən öncə istəyim ki, siz Qərbi Azərbaycan icmasında üzvüsünüz. Bizim dəyərli millət vəkilimiz, Qərbi Azərbaycan icmasının sədri Əzməllə görüşmüşsünüz. Bir Qərbi Azərbaycanınız kimi atanızdan nələr işlediniz Qərbi Azərbaycanla bağlı? Atam o haqda çox danışıb da, yəni Qərbi Azərbaycan haqda çox gözəl yer olub. Dağları, dərələri, uşaqlığından danışıb, belə olub, rahat həyat olub, qəşəng yollar, dediyimizsə. Yəni kənd həyatı oldu, qəşəng, atamın vaxtı uşaqlığından danışırdı. Yəni mən eşitdiyimə görə mənim atam da o vaxtı ermənilər tərəfindən, yəni atamı, əmilərimi, o vaxt Qərbi Azərbaycan insanlarını o vaxtı necə deyək, çıxardıblar yerlərini. Çıxardıblar, belə deportasiya ediblər. Ermənilər nə deyirlər, deyək, nə bilim, şərəfsiz deyək, nə deyək. Onlardan qisasımızı aldıq, 44 gün sübut elədi ki, Azərbaycan çox güclü bir ölkədir. Sağ olsun yenə də cənab prezident, onun gücü sayəsində biz bu 44 gün ərzində biz torpaqları geri qaytardıq. Mən Gəncədə İnsani Hərbi hissədə əskər olaraq getdim, orada əskər yoldaşlarım oldu, elədik. Yəni, hamı bildiyi kimi əskərlik oldu, sonra müharibə başladı. Çağırışla 8-9 çıxdıq, yəni axşam radələrindən çıxdıq. Nəsə lazımdır, yəni başladıq, birinci Füzuli rayonundan başladıq, Cəbrayıl, Qubadlı, yəni irəliləməyə getdik. Yəni torpaqları, yəni biri var geri vermə, biri var ala getdik. Torpaqlar irəli, ancaq irəli qaldı torpaqlar yerindən. O ilk döyüş yolunuza dediyiniz kimi hardan başladınız və bölükdə neçə nəfər idiniz, hansı istiqamət üzrə getdiniz və siz harda yaralandınız? Biz Füzulidən başladıq girməyə, girdik. Horadiz, sonra Qaraxanbəyli, oradan yəni o tərəflərdən girdik, başladıq döyüşə atışaraq, dağlar açdıq, dərələr, yəni əziyyətlər, aç qaldıq, susuz qaldıq. Çox, yəni, indi sağ olsun bizim millətimiz çox ərzaqlar göndərdi, elədi. Yəni biz çox qabaqdaydıq, elə bir Gəncədə hamı bilir, Ensaylı, şəhərin içində yerləşən Ensaylar, biz çox qabaqdaydıq, yəni bizə ərzaq elə çatmırdan ziyəndə biz ancaq müyənimizə qoymuşduq ki, yəni bu torpaqları almaq lazımdır. Yəni biz də aldıq. Orada döyüş yoldaşlarınızın əhval-ruhiyyəsi necə idi? Belə normal, yəni necə deyək, müharibədə olan insan, yəni
Biz orada fikirləşmirdik ki, nəyə gələcəyik, nəyə içəcəyik. Aha. Ancaq irəli, yəni ölmək də var idi, qayıtmaq da var idi. Yəni çoxlarımız, mənim öz böyük komandirim şəhid oldu, Allah rəhmət eləsin. Bu kim idi? Ələkbərov Royal Fərmaylı oldu. Naxçıvan Qubruq rayonunun şəhidi. Çox yaxşı insan idi, gözəl adam idi. Yəni Allah rəhmət eləsin. onun kimi insanlar yəni şəhid olmamalıdır, yenə də oldu. Yəni onunla çox güclü bir zabit, kadr zabit. Yəni onun kimi insanlar yəni nə bilim, yəni ancaq irəli döyüşü aparırdı, bizim bölüyü aparırdı. Çox ağıllı bir, dərkarlı bir insan kimi. Mən gedirəm, şəhidlər xiyabanına gedirəm. Necə deyək, bu zəfər günləri, belə özəl günləri yox, belə sıralı günlər mən gedirəm, şəkillərlə var, böyle komandirimlə. Gedirəm, onunla oturam, söhbət edirəm, danışıram. Allah rəhmət eləsin, yəni çox dediyim zabitdir, çox Allah rəhmət eləsin, yəni çox gözəl bir insan idi. Ancaq yəni də qoğuşdu şəhadətə, yəni də Allah rəhmət eləsin. Amin, amin. Başqa döyüş yoldaşlarından kimi xatırlayırsınız? Kimlərin adı çəkə bilərsiniz? Şəhid olanlardan, qazi olanlardan. Mən ağır yaralandım. Mən noyabrın 2-si ağır yaralandım, məni sağ olsun. Gəncəli qardaşlar çıxartdı, yadlar yanında Yusif idi, Yusif 3 uşaq atası idi. Mən yadımdan çıxıb gəncə uşaqlar məni çıxartdılar. Çox bir ağır şəkildə yaralandım. Mənim ayağımın qanı dayanmırdı. Mən 5% qanı çatdırdılar. Birinci Füzuliyə çatdırdılar orada. Hospital, oradan yavaş-yavaş Ağcabədi, sonra yavaş-yavaş günlər getdikcə apardılar Ağcabədi, sonra travmatologiya institutu, ora, sonra da Papayelin, sonra yavaş-yavaş belə də yəni müalicələr. Sizlə Əlfət bəy döyüşən döyüş yoldaşlarınızdan kimlər şəhid oldu? Döyüş, böyle komandirim şəhid oldu. Belə çox, yox, ancaq elə biz ayrı-ayrı idi, tağımlar idi, ayrı-ayrı. Ayrı tağım. Ayrı idi, yəni çox bilmədim. Mən orada ağır yaralandım, mən çıxdım. Biz müəllim elə bil noyabrın 2-si, noyabrın 1-i deyə də, biri gəlir Laçın dəhlizinə gəldik. Orada ağır şəkildə döyüşlər oldu, çox ağır, bilənlər bilir. Suyun elə bil ətrafından oldu, ağır döyüşdə girdik. Yəni yaralanan da oldu. Anam, noyabrın 2-si mən yaralandığıma gəldim. Mən günorta radələri olardı, onun ki, bir arası mən posta durmuşdum. Mən az yaşladım deyə, sağ olsun. Oradakı döyüş yoldaşlarım, qardaşlarım mən gecə vaxtı çox qoymurdu. Mən gecə də durdum postlarda. Hansı postaydı? Laçında, dağın üstündə, bəli. Orada postlar var idi. Biz özümüz düzəltmişdik ki, yəni elə bir ermənilər düz bizim qabağımızdaydı. Çox məsafəmiz çox yaxın idi ermənilərlə. Gecə də dururdu postlar. Yəni mənim 19 yaşım vardı. Mən 19 yaşında mən gecə saat 2-dən posta dururdum, 2-də saat gecə. Durmuşdum elə günorta radələrində. Nəsə hiss elədim ki, mən nəsə olacaq. Gördüm elə, nəsə atdılar, düşdü arxama, birinin atdılar, düşdü qabağıma. Mən qaldırdı belə yuxarı, çırpdı elə ayaqlarım, yəni hiss elədim ki, belə fırlatdı, belə qırdı, xırt elədi, bildim ki, ayaqlarım qırıldı. Gördüm, nəsə dəydi, burada hiss eləmədim. Buradan belə ayağım kəsildi, qan belə açıldı, başladı. O kanatın başını belə vuranda qan belə açıldı, su açıldı, onun kimi belə açıldı, yıxıldım. Sağ olsun, bəs qışqırdım elədim, hay-haray. Gəncəli uşaqlar sağ olsun, yenə deyirəm, Gəncəli qardaşlar, Şəmkir, Gəncəli qardaşlar sağ olsun, mən daxtılar, çıxartdılar oradan, ayaqlarımı bağladılar. Bir təhər qan axa 5% qana mənə çartdırdılar. Oranın öz hospitalına, oradan sonra Füzuliyə yavaş-yavaş oradan da ağır şəkildə mən çıxan. Xəbəri ananız necə eşitdi, ailə üzvləriniz necə eşitdi? Bunu siz mi xəbər verdiniz, yoxsa? Mən deməmişəm, mən demədim, əslində mən demədim, dedim ki, demək olmaz da baxmayın. Biraz keçək sonra deyərəm. Orada tibb bacısı var idi. Bununla yenə də danışıram. Çox gözəl bir insandı. Allah kömək olsun. Təxminə xanımdır. Allah övladını xoşbəxt eləsin. Danışıram ona, yenə də yaxşı mənə bacımız olsun. Yəni o mənə dedi ki, mən ağır yaralanmışdım. Mən özümdə deyildim. Yəni mən yuxarı üzümə dedim ki, mən üzü gedirəm özü haqq yoluna. Mənə dedi ki, sən valideyninlə danış, valideynlərinlə danış. Yəni özü hər şey ola bilər də, baxma, ağır qan itirmişsən, 5% qan çatmaq
Heç nə Təminə xanım sağ olsun zəng elədi, anamla danışdı, belə-belə. Anam gilə eşitdilər, pis oldular. Atamıza səhərsi gün gəldilər Ağzabədiyyə, hospitala. Belə-belə, yəni buraxmadılar əsl, daha doğrusu deyə buraxmadılar. Çünki orada baxmayın, indi qan su yerine o bəlkə bir 50-60 dənə yaralı vardı. Bəlkə çox elə çoxunu gətirdilər, apardılar belə. Mənə göndərdilər Bakıya. Mən çox ağır şəkildə bir almışdım. Mən mən 1 il 6 ay yerdə yatdım. Papayında 2 ay Papayında yatdım. Ağcabədidə bir 10 gün Ağcabədidə yatdım. 2 ay Papayında yatdım. Travmatoloq üstündə bir 15 gün orada yatdım. Yəni mən 1 il 6 ay bu evdə yatalaq olmuşam. 1 il 6 ay zat. Sonra yavaş-yavaş qalxaraq Kalaskada oturmuşam. Bir 6 aydır Kalaskada oturmuşam. Yavaş-yavaş var olsun dövlətimiz məni Türkiyə göndərdi. Orada yavaş-yavaş mənim belə bir sol ayağımdan sümük kəsdilər. Bura mil yığdılar, milini yığıblar. Yəni mən Türkiyəyə getməliyəm. Bu şəkildə, yəni mən 2 dəfə Yenidən getməlisən Türkiyəyə. bəli, mən yəni Türkiyəyə getməliyəm. O yəni məni Türkiyədə mən həkim əməliyyat eləyib. Mehmet Uysal məni əməliyyat eləyib Türkiyədə. O mən yəni getməliyəm o yanına. Yəni gedəcən nə əməliyyatı var? Nə etməlidilər? Elə bil mənim sol ayağımdan belə mil yığılıb. Ya ora ya mil çıxmalıdır. 5 ildir də ücü. Ya mil çıxmalıdır, ya da oraya endoprotez yığılmalıdır bura. Ya qalacaq, ya çıxmalıdır. Yəni o məsləhət vermədi. Yəni o məni yığıb da belə bir. Yəni o məni başdan ayağa yığıb da, o bilirdi. Yəni mən çox ağır şəkildə yaralanmışdım. Mənim elə bir but sümüyüm yoxdur burada. Omba sümüyüm yox idi. Başı elə bir qırılmışdı da. Yəni o mənim ayağımdan, sol ayağımdan sümük kəsərək bura millə düzəltmişdi. Yəni o bilir mənim əməliyyatlarımı. Yəni çox elədi mənim əməliyyatlarımı. Mənim belə yəni. Nə vaxt getməlisiniz? Həkimlə danışmısınızmı? Yəni Yaşad Fondu danışmalıdır, həkimə bildirməlidir. Yaşad Fondu danışıb onlar təyin etməlidir ki, nə vaxt getməlisiniz? Bəli, Ataşəhərdə yerləşir Medikan Hastanəsi gedir. Onlarla danışmalıdır, yəni razılıq verməlidir, gəlin getmə. Mən belə getməliyəm. Yəni vaxtıdır, hə? Vaxtıdır, bəli, getməliyəm. Siz Yaşad Fonduna müraciət eləmisiniz, inşallah ona da danışıblar. Mən belə başa düşdüm ki, yaxın vaxtlarda inşallah sizə xəbər verəcəklər ki, getməlisiniz Türkiyəyə. İnşallah. 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 Sonra valideyniniz, ananız gəldi, hadisəni eşitdilər. Pis oldular. Harada gəldilər yanınıza? Papalin Ağcabədə yanıma gəldilər. Çöldə mən çölə apardılar. Mən ambulansa qoyub apardılar. Mənim çox vəziyyətim çox ağır idi. Yəni necə deyim sizə, məni 5% qandan, orada biraz qan keçirdilər, o da biraz olmadı. Baxmayın, orada bəlkə bir 50-60 elə mən 50 çox idi bəlkə, yəni baxmaq olmur da mən belə qalmışdım. Rəngim ağappaq. Fikirləşin ki, əsgəri dövründə 80-90 kilo adam 42 kilo olmaq nə deməkdir, görün nə demək. Yəni biz əziyyətlər çəkmişik. Yəni necə deyim sizə, yəni burada demək çox şey olmur. Yəni bizim haqqımızı yəni itirənlər oldu elədi. Yəni bunlar danışıram. Yəni mən istəyirəm ki, yəni gənc uşaqlara, məktəbli uşaqlara, 1-ci, 2-ci sinif uşaqlarına yəni tanıtmalıdırlar, bildirməlidirlər ki, yəni birinci şəhidlərimiz, qazilərimiz, yəni veteranlarımızın əziyyətləri var. Veteranlarımız da əziyyət çəkib və onları şəhidləri daşıyıblar, qaziləri çıxardıblar oradan. Yəni birinci, ikinci sinif məni bağçaya dəvət edirlər, məktəblərə dəvət edirlər, gimnaziya məktəbə məni dəvət edirlər. Biz çıxış edirik, istəyirik ki, uşaqlar vətənpərvərliyi ilə böyüsünlər. Yəni necə deyək, yəni bu o birisi ailəmə, yəni necə deyim, bu pis ailəmə, yəni necə deyək, bu dırnaq arası deyirlər, o tərəfə yola olmasınlar. Pis vərdişlərdən uzaq olsunlar, yəni dövlət, idmanla məşğul olsunlar. Yəni deyim, hərbiyə də maraqlı olsunlar, idmana, yəni pis vasitələrdən belə pis vasitələrdən uzaq olsunlar. Yəni başqa bir yol, yəni əziyyətlə işləməklə böyüsünlər. Yəni istəyərdik ki, Azərbaycanda yəni hamı şəhidlərlə qazilər birinci növbədə hamı onu eləsinlər. Həm heç kəs yaddan çıxartmaz. Yaddan çıxardılar, indi görürük müharibədən 6 il keçməyinə baxmayaraq, yəni çöldə, orada, burada. Bəzən unutqanlıq olur. Onu unuduruq. Tamamilə doğru deyirsiniz. Yəni onu unutmamaq lazım. Xəstəxanalarda gedirik məsəl üçün. Yəni mən forma geyinəndə, yəni çəkilişdə mən ildə bir dəfə forma tədbir edə belə çox geyinəsi deyiləm. Yəni xəstəxanalara gedirik, ora gedirik, bura gedirik. Mən görürəm ki, yəni insan, yəni biz yəni bu Azərbaycan üçün, yəni biz başqa ölkələr üçün yox ki, biz sırf Azərbaycan azad olmasına görə biz döyüşmüşük. Yəni insanlar bizə nə də baxırlar, yəni belə bir tər baxırlar, bilmirəm nə eləmişik, onları biz səhv eləmişik. Ancaq biz bu Azərbaycana görə döyüşmüşük də, yəni necə deyək, bu millət üçün, xalq üçün, analar üçün, bacılar üçün döyüşmüşük. Yəni
Biz bir dəqiqə deyək döyüşməsəydik, yəni deyək indi sülh olmadı, döyüşmədik. Erməni gəlib Azərbaycana çıxmışlar, bunu da fikirləşmək lazım idi. Ancaq biz erməniləri buradan qovduq. Bəli. Tamamilə doğru deyirsiniz. Yəni Əbülfət bəy, çox gözəl məqamlara toxundunuz. Bəzən çox təəssüflər olsun biz bundan rastlaşırıq. Bəzi insanlarımız istər deyək ki, xəstəxanalar olsun, deyək ki, başqa yerlərdə olsun belə problemi olan insanlara biraz laqeyd yanaşırlar. Əgər bir də ki qazidirsə, o çox gözəl dediniz, yəni xalqımız, millətimiz, dövlətimiz şəhidinə, qazisinə hər zaman sahib çıxıbdır. Yəni onlar bizim üçün ölçü olmamalıdır. Yəni bir-iki insanın laqeyd münasibəti onlara heç bir şey eləməz. Onların pislikləri, onların öz laqeyd münasibətləri özlərində qalacaqdır. Amma şükürlər olsun ki, çox gözəl vurğuladınız. Allah ölkə rəhbərimizin canını sağ eləsin. Amin. Allah ona uzun ömür, can sağlığı versin. Həqiqətən şəhidlərimiz, şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə cənab prezidentin qayğısı var. Bu, mən belə başa düşəm ki, bu bizə bəs eləyər. Aldığınız o nişanlarla bağlı nə deyə bilərsiniz? Onlar hansı cənab prezidentin sizə təqdim etdiyi nişanlardır? Cənab prezident hamısı verib. Hansılardır? Bu hərbi xidmətlərə medallardır. Yəni bu medal belə cənab polkovniklərdə də var, generalda bu medal var. Yəni bu medalımdır, Laçındır, bu Cəbrayildir, Qoballı medaldır. Bu da Vətən müharibəsi iştirakçıdır. Bu da Qərbi Azərbaycanın İzmasının bəli medalıdır. Yəni belə. çox gözəl. Allah sizə uzun ömür, can sağlığı versin. Əbülfət bəy. Əbülfət bəy uzun bir vaxt keçibdi. Səhhətinizlə bağlı narahatçılıqlar var. Siz ziyarət edən dostlardan danışdınız verilişdən qabaq. Ziyarətə gəlirlərmi dövlət qurumlarından, ətrafdan, dostlardan? Kimlər gəlmişdir sizə ən son ziyarətə? Ən son dövlət əvvəl çox gəlirdi dövlət qurumları, belə bir müharibənin 2 illik, 1 illik bıçağında çox gəlirdilər. İndi nə deyək? Biraz senciyibdir. Bəli. Ansız odur ki, hər zaman siz ziyarət edirlər, hər zaman sizlər bizim yadımızdasınız. Allah sizi qorusun. Allah sizə uzun ömür, can sağlığı versin. Mən inanıram ki, sizin bu şücaətiniz, bu qəhrəmanlığınız və o cümlə bütün qazilərimiz hər zaman bizim başımızın tacı olaraq qalacaqdır. Şəhidlərimiz heç bir zaman unudulmayacaqdır. Biz hər zaman onların ruhunu yad etməliyik, onların ailə üzvlərinə hər zaman sahib çıxmalıyıq və o cümləndə sizin kimi qazilərimiz canlı tarix yazan insanlarsınız. Çox gözəl vurğuladınız. Məktəblərdə, bağçalarda o motivasiyanı, o vətənə, millətə olan sevgini biz aşılamalıyıq ki, o üç rəngli bayrağımız hər zaman dalğalansın. O bizim müstəqilliyimizin rəmzidir. Siz də o bayraq dalğalansın deyə canınızı belə qurban verməkdən çəkinmədiniz. Allah sizləri qorusun. Sağ olun. Mən sizi çox yormaq istəmirəm. Mən icazənizlə verilişi yekunlaşdırmaq istəyirəm. Çox sağ olun, gəldiyinizə görə təşəkkür edirəm sizə. Həsrət TV olaraq biz bugün gəldik. Əslən Vedidən olan, Qərbi Azərbaycandan olan bir qazimizi ziyarət elədik. Çox sağ olun. Həsrət və Ümid verilişinin qonağı oldunuz. Sizin evinizə, ocağınıza gəldik. Allah sizə uzun ömür, can sağlığı versin. Çox sağ olun sizdən. Sizə çox sağ olun, təşəkkür edirəm. Gəldiniz, çəkdiniz Həsrət TV. Mən sizə çox izləyirəm. Təzə bir yanı layihədir. Sizə təşəkkür edirəm ki, bu qazi ailə, şəhid ailəyə gedirsiniz, əziyyət çəkirsiniz. Çox sağ olun, təşəkkür edirəm. Var olasınız. Çox sağ olun, Əbülfət bəy. Mən sizə çox təşəkkürümü bildirirəm. İzləyicilərimiz adından sənə uzun ömür, can sağlığı arz edirəm. Sözün həqiqi mənasında, yəni sizin qəhrəmanlığınız, sizin şücaətiniz yenə deyirəm unudulmaz. İcazənizlə başqa bir sözünüz yoxdursa, mən icazənizlə verilişi yekunlaşdırmaq istəyirəm. Hörmətli tamaşaçılar, Həsrət və Ümid verilişinin bir verilişdə sona çatdı. Bugünkü verilişimizin qonağı 15 sentyabr 2000-ci ildə anadan olmuş, əslən Vedibasar mahalının Xalisə kəndinin sakini olmuş Qurbanov Əbülfət Tanrıverdi oğlu oldu.
Əbülfət bəy bildiyimiz kimi, qeyd etdiyimiz kimi 10 oktyabr 2000-ci il tarixində Vətən müharibəsinə qatılmış, şərəfli döyüş yolu keçmiş və qazi olmuşdur. Əziz izləyicilərimiz adından Həsəd TV və Həsəd TV-də yayımlanan Həsəd və Ümid verilişi adından dəyərli qazimizə, onun ailəsinə və bunun timsalında bütün qazilərimizə Allahdan şəfa diləyirəm. Ölkəmiz var olsun, cənab prezidentimiz var olsun. Sözün həqiqi mənasında mən verilişdən əvvəl və veriliş ərəfəsində də şahid oldum ki, Ali Baş Komandanımızın bax bu dəmir yumruğu hər zaman düşmənə bir gözdağı və qazilərimizin, şəhid ailələrimizin kürəyində bir dağ kimi durubdur. Verilişimiz vasitəsilə də Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Var olsun. Əbülfət bəy, inanıram ki, növbəti verilişlərimizdə sizlə görüşəcəyik. Verilişimizin qonaq olacaqsınız. Çox təşəkkür edirəm. Sağ olun, təşəkkür edirəm. Sağ olsun, Həsrət TV. Siz də sağ olun müəllim. Allah şükürlər olsun. Yəni var olasınız, əziyyət çəksiniz. Var olun. Çox sağ olun. Sağ olun. Gülnaz xanım, sizə də məlum olduğu kimi biz bugün sizin evinizdəyik, sizin ocağınızdayıq. Sizin övladınız Əbülfət qazimizdir. Bizim başımızın tacıdır. Bir ana olaraq keçirdiyiniz hissləri soruşmayacağım. Çünki analara bu sual verilməz. Gözünüzün ağı, qarası. Ana üçün övlad nə deməkdir? Biz onu yaxşı bilirik. Sadəcə olaraq Əbülfətin başına gələn hadisələr deməyim də bir ana olaraq ölkəmizdə vətənimizin azadlığı üçün hərbi xidmətdə olan, vətənimizin azadlığı uğrunda şəhid olmuş analarımıza, sizin kimi qazi analarına nə deyə bilərsiniz? Duyğu düşüncələrinizi bizim Həsəd TV-ni izləyicilər üçün paylaşın. Mən qazi anası olaraq çox ağır hisslər keçirdim. Bu noyabrın 2-sində yaralandı. Mən danışım da. Bəli, buyurun. İşdəydim. Mənə zəng elədilər ki, Ağcabədi Hospitalından oğlum ağır yaralanıb. Mən çox pis oldum, çox ağır hisslər keçirdim. Yəni o an hər şey başıma fırlandı. Qazilərimizə məsləhət görərəm, səbirli olsunlar. Yəni Allah onlara şəfa versin. Bir ana olaraq qazilərimizə səbirli olmağı diləyirəm. Bir qazi anası olaraq cənab prezidentimizə, Mehriban xanıma təşəkkür edirəm. Yəni mənim övladıma, bütün qazilərə qayğı göstərir, sağlamlığı uğrunda qayğı göstərir. Çox sağ olsun. Həqiqətən dövlətimizin qayğısını unutmaq olmaz. İnşallah mən sizə Allahdan səbir diləyirəm. İnşallah sizin bu gözəl duyğu düşüncələriniz bizim Əbülfət qardaşımız üçün, dəyərli qazimiz üçün də bu günlər arxada qalacaqdır. İndi bu yaxınlarda mənə dedi, verişdə dedi ki, əməliyyatı var. İnşallah xeyirlisi ilə əməliyyatda yekunlaşar. Biz nə deyirik? Həsəd TV olaraq sizin kimi dəyərli anaların əlindən öpürük və sizin övladlarınız olmasaydı biz bu gün rahat olmazdıq. Təşəkkür edirik. Həsəd TV olaraq sizə təşəkkür edirik. Allah sizdən razı olsun. Allah sizə səbir versin. Nə deyək? Hər zaman vətən sağ olsun. Belə igid oğullarımız sağ olsun. Onların sayəsində biz rahatıq. Çox sağ olun, əziz anamız. Sizə təşəkkür edirik. Biz də sizə təşəkkür edirik. Gəldiniz, işıqlandırırsınız. Çox sağ olun, təşəkkür edirəm. Var olun. Sağ olun.